Bu təzə şeylərə oxşamır ki, bunların hamısı ya 10-15 il... Bilmədiyimiz şeylər də var idi. Yox, bilmədiyimiz ayrı. Bəli. Amma təzə yeni əldə olunan məsələ bir pullar Bəli. söhbəti oldu ki, bu axtarış zamanı deyilə bilər ki, tapılıb. Evindən Bir daha görüntülər, təkrar əməliyyat. edirəm, bu Əli İnsanovun təcrübəsi göstərir ki, sabahları heç məhkəməyə o pullar gəlib çıxacaq, çıxmayacaq, o da məlum deyil. Eləmi? Yəni mən bunu biz demirik ki, bəlkə də gələcək, bəlkə də ortadadır. Amma materialdan bir daha təkrar edirəm, sözün doğru. Mənim özümün də təcrübəmdə belə bir şey var. Mən həbs olunanda 96-cı ildə televiziyada belə bir məlumat getmişdi ki, Pənah Hüseyn polisə 100.000 dollar pul təklif edib ki, o buraxsınlar. Sonra elə həmin mən həbsdə olurlar bizimkilər onu məhkəməyə verdilər. Və məlum oldu ki, Daxilişlər Nazirliyi dedi, biz belə bir məlumat verməmişik ki, onu diktor özündən oxuyub. Şimdi gəlib dirəndilər diktorun üstünə ki, güya bu özündən oxuyub. İnandırıcı deyil. Lakin o da ağladı, sıtqadı və heç o məsələ sonradan gündəmə də gəldi. Rəsmən mən o vaxtki işlərimin içində var bu material. Demək istəyirəm ki, baxaq görə gələ sonra nə olur. İndiki halda bax bu məsələ bizə Amma bir daha təkrar edirəm. Olmasın ki, bax mən də bunu deyirəm. Bu 17 milyon Ramiz Mehdiyevin bizim güman etdiyimizə görə, bilirsiniz, iddia dəlillə sübut olunmadı. Bizdə yaranmış təsəvvürə görə 17 milyarddan, belə deyək də, mən şərt olaraq deyirəm, ya 170 milyon olsun, ya 1 milyard 700 milyon olsun, örtbaslı olması və mənimsənməsi kimi olmasın. Yoxsa insanlar danışırlar ki, bu 17 milyondan bunu silib, ola bilsin daha böyük pullar bəs hara gedəcək? Hara format olunacaq, hara kimə veriləcək, əl dəyişəcəkmi? Bu suallar var axı. Bu sualların bilirsiniz, belə görməməzlikdən, eşitməzlikdən gəlmək də mümkün deyil. Ona görə də bu 17 milyon məsələsi bilirsiniz, fərqli bir agitaja səbəb olub. Buyurun, sualınızı verin. Baxın, bir də siz də az öncə xatırlatdınız, qənimət zahid faktoru var burada, 2020-ci il hadisə. Valla mən qənimət, o deyilən məsələdə qənimət zahidə biraz qəzəbliyəm. İndi mən bilirəm ki, təxminən o hansı ortamda olan bir məsələ, qənimət zahid ol məsələyə təvarratlar. Amma bir məsləhətdə olmaq lazımdır. Çünki mən o dünənki izahatına da diqqət elədim. Ki, bəs mən bunu hansısa bir fransız dedi, məqaləsində də yazmışam. Rusiya demokratik bir ölkə olsaydı, biz belə çıxdı ki, KTMT-yə də üzv olardıq və s. Yəni Rusiyanın demokratik ölkə olmaması bu hipotetik bir məsələ bir tərəfdən. Rusiya böyük bir təhdiddir bizim üçün və bu təhdid Azərbaycanın müstəqilliyi üçün, ümumiyyətlə digər başqa qonşu region ölkələri üçün. O demokratik olsa da, olmasa da, biz bilirik ki, bəzən böyük güclər, hətta demokratik güclər başqa dövlətlərin suverenliyi və müstəqilliyi üçün təhdid törətmiş olurlar. O baxımdan bu cür məsələlərdir. Amma mən bir daha təkrar hesab edirəm ki, o məsələlər aydınlıq gətirilməlidir. O biri, o izahatlar, orada əlbəttə etik məsələlər var, mənəvi etik məsələlər var, siyasi məsələlər var. Xeyli də ibrətamiz məsələlər var ki, nəticə çıxartmaq üçün. Amma bu məsələ bir daha təkrar elə, mən dünənki materialda diqqət elədim. Əli-Kərimin bu məsələdə təşkilatçı olması, Ramiz Mehdiyev ilə əlaqələrdə bir növdə əsas figurant kimi cəlb olunması barədə hansısa bir dəlil sübut olmadı. Ortaya qoyulub. Digərlər tərəfindən dolayısı yolla belə bir təəssürat yaradılmasına orada görünür ki, sən göstərildi, amma konkret belə bir məsələ olmadı. O baxımdan təbii ki, bizim də ümumi siyasi münasibətimiz bu məsələyə dəyişmir.